dinləyək. Selamünaleyküm, gününüz aydın. Benim işim karşı tarafı apelasiya verib, apelasiyadadır. Yani apelasiya oyun sevirə bilər, mənim xeyrimə çıxıb bir müddətnamə. Məni də oradan yolum sərf eləmir. Yani mənə lazım ki, Pay Torpalı tərəfdən mənim yolum olsun, həyat yanı sahəmə. Onu bu apelasiya çevirə bilər inzibatiyə, çevirə bilər, ya mən təsdiq edərəm müraciət edirəm. Yavaş vəkil sualları gəlir deyəsən, aha. Yo, burada təbii ki, bu mən başa düşdüm bu adam müraciət edən adam servitut hüququnu almaq istəyir. Onu da ancaq yəni dövlət icra orqanlarına burada müraciət eləmək. hər bir qərar ola bilər də. Bəli. Yəni bunu deyə bilərəm ki, bax hörmətli dinləyiciyə, burada hər bir qərar ola bilər. Yəni nə o yanadır, nə bu yanadır. Yəni bu müştərinin özünün yəni mən başa düşdüm ki, torpağından yolu yoxdur. O da istəyir ki, yol açsın. O yolda qonşunun torpağından açmalıdır. Hə. O da ancaq servitut məsələsi. Yəni bu yolu məhkəmənin qərarını gözləməkdir. Bəli. Əgər razı məhkəmənin qərarı olsa, siz bu qərarla razı olmasanız, ali məhkəməyə də müraciət edirsiniz. Bax belə. Hələ ki yolu belədir, bax belə. Fərid bəy, çox sağ olun bu gün gəldiniz. Minnətdaram.